Salam dostlar, bugün təbiətdən dərsimiz 8-ci mövzu insan orqanizmi necə idarə olunur? Düzdürmü hocam? Təbiəti xoşlayırsan? Gəlin maraqlı bir müzakirələr eləyək dostlar. Fikriniz bizdə olsun. Bu dərsi dərinliyinə kimi çalışacağam izah edeyim. Gəlin baxaq elə ilk cümlələri təhlil eləyək. Müasir dövrdə internetdən demək olar ki, dünyanın bütün ölkələrində geniş istifadə olunub. Uşaqlar, müasir dövr deyəndə nə nəzərdə tutulur? Biri var keçmiş dövr, biri var ki, qədim dövr filan, bunları tarixdən keçirsiniz. Biri də var müasir dövr, yəni indiki yaşadığımız dövrdən söhbət gedir. Niyə ona müasir dövr deyirlər? Çünki internetin inkişaf etdiyi bir dövrdür. Texnologiyanın inkişaf etdiyi bir dövr. Texnologiya deyəndə nə nəzərdə tutulur? Kompüter nəzərdə tutulur, müasir telefonlar, paltar yuyan maşınlar, qab yuyan maşınlar, toz soranlar və digər demək bizə işlərimizdə yardımcı ola biləcək alətlər nəzərdə tutulur və bu texnologiyanın günü-gündən də inkişaf etdiyini öz gözlərimizlə görürük. Qədimdə isə yox idi bu cür şeylər. Ona görə deyir ki, müasir dövrdə, yəni indiki hazırki dövrdə internetdən demək olar ki, dünyanın bütün ölkələrində. Yəni o demək deyil ki, Azərbaycanda istifadə olunur internetdən, başqa digər inkişaf etmiş və inkişafda olan ölkələrdə də istifadə olunur. Nəticədə müxtəlif kompüterlər arasında qarşılıqlı əlaqə yaranır. Yəni uşaqlar, internet vasitəsilə bütün dünya ölkələri vasitəsilə biz əlaqə saxlayır, düzdür? Məsələn, biz Azərbaycanda oturub Amerikadakı dostumuzla həm yazışa bilərik, həm danışa bilərik. Yəni həm oradakı baş verən proseslərdən xəbərdar ola bilərik, məlumatlana bilərik. Yəni bu internet bütün ölkələr arasında qarşılıqlı əlaqə yaradır. Qarşılıqlı əlaqə, tək bir ölkənin daxilində yox, ümumiyyətcə, yəni ölkələr arasında, xaricdə də əlaqələr yaradır. İnformasiya mübadiləsini, uşaqlar, informasiya ingilis dilində də keçmişi, information məlumat deməkdir. İnformasiya, yəni məlumat mübadiləsini təmin edən, mübadilə nə deməkdir? Ötürmək. Mübadilə edirsən. Mən informasiyanın, aldığım məlumatı səni ötürürəm, sən başqasını ötürürsən. Bunu nəyin vasitəsilə edə bilərik? Kompüter vasitəsilə edə bilərik, telefon vasitəsilə edə bilərik. Əlimizdəki cihazdan, yəni informasiyanı ötürə biləcəyimiz cihazdan asılıdır. Radio vasitəsilə verə bilər. Biz bunu nə edirik? Mübadilə edirik. Deyir, informasiya mübadiləsini təmin edən bu şəbəkə vasitəsilə insanlar dünyanın hər yerindən məlumat toplayır. Onları emal edir, saxlayır və ötürə bilirlər. Deyir, insanın sinir sistemi də internet kimi orqanizmin daxilində və xarici aləmdə baş verənlər haqqında məlumat alır. Uşaqlar, həmin o sinirimiz, bizim sinir sistemimiz nəyə bənzəyir? İnternetə bənzəyir. Nəyə görə? Necə ki, internet demək, ölkələr arasında, daxildə və xaricdə baş verən məlumatları bir-birinə ötürürdü, mübadilə işləri gedirdi orada. Sinir sistemimiz də o cür. Sinir sistemimiz də internet kimi. Orqanizmin daxili nə demək uşaqlar? Bizim daxili orqanlarımız nə hansılardır? Ürəyimizdir, ödümüzdür, qaraciyərimizdir, ağciyərimizdir, mədəmiz, mədaltı vəzimiz və s. Yəni biz onları görə bilirik, yox, daxildə, yəni içəridə deməkdir. Onu cərrahi əməliyyatı zamanı həkimlər görə bilir də, ya da ki, UZI-də biz öz daxili orqanlarımızı görə bilirik, düzdürmü? Amma belə UZI getməsək, biz o daxili orqanlarımızı içəridə görə bilmirik. Ona görə deyil, daxildə, yəni içəridə və xarici aləmdə. Xarici isə gözümüzlə görə biləcəyimizdir. Baş verənlər haqqında məlumat alır. Demək, sinirimiz, sinir sistemimiz həmin o daxili və xarici orqanlar arasında nə baş verirsə, onlar haqqında məlumat alır. Məsələn, birinin ödü ağrıyırsa və bütün orqanlarımızın da uşaqlar yadınızda saxlayın, sinirləri var. Hamısının özünün sinirləri var. Birində bir ağrı baş verən kimi həmin orqanımızın siniri beynimizə siqnal ötürür. Beynimizə siqnal ötürür və həmin anda biz
ağrını hiss edə bilirik və əlimizi həmin ağrının üzərinə qoyuruq ki, məsələn, ödümüz ağrıyır, qaraciyərimiz ağrıyır, böyrəyimiz ağrıyır. Bunu ağrı nəyin vasitəsilə bilirik? Sinir vasitəsilə. Və həmin orqanın siniri var, həm beynimizdə olan sinir var. Həmin o ağrıyan sinir oyanır, beynimizə siqnal ötürür və biz onu hiss edə bilirik. Bu sistem müxtəlif orqanların və orqanlar sisteminin birgə fəaliyyətini təmin edir. İnsanın nitq, yuxu, yaddaş və digər davranışlarını tənzimləyir. Uşaqlar, baxın, bizim nitqimiz, yəni danışığımız, yuxumuz, yaddaşımız, digər edə biləcəyimiz davranışlar bilavasitə sinirlərimizlə bağlıdır. Sinirləri pozulmuş insanın nitqində qüsur olur. Danışa bilmir, siniri ölübsə, bir insan danışa bilmirsə, kəkəliyirsə, danışanda dura-dura, fikirləşə-fikirləşə danışırsa və ya danışdığı yerdə həmən anda mövzunu unudursa, yaddaşında problem, bilin ki, o insanın sinirlərində problem var. Yuxu sistemi görürsünüz, biraz əsəbləşəndə, sinirlərimiz oyaq olanda, nəysə fikirləşəndə, beynimizdə fikirlər dolaşanda sinirimiz başlayır oyaq olmağa və biz həmin an normal yuxu yata bilmirik. Yaddaşımız pozulur, digər davranışlarımız da, insan var ki, o başa gedir, bu başa gedir, nə bilim, əlləri əsir, hərəkətlərini bilmir və s. Demək, bunların hamısını tənzimləyən sinir sistemidir. Və sinir sistemi hüceyrələrinə bədənin hər yerində rast gəlmək olar. Bayaq sizə dedim, bu hüceyrələr orqanlarda beyin arasına qarşılıqlı əlaqəni təmin edən sinir şəbəkəsini formalaşdırır. Bəli, həmin onlar beynimizdəki sinir sisteminə bilavasitə əlaqə yaradır və oradakı şəbəkəni formalaşdırır. Sinir sistemi baş beyin və onurğa beyni və onlardan çıxan sinirlərdən ibarətdir. Sinir sistemi nədən ibarətdir? Baş beyindən ibarətdir, onurğa beynindən və onlardan çıxan sinir. Onurğa beynində çoxlu sinirlər var. Və bunlar hamısı da bir-biri ilə şəbəkə kimi, yəni bütöv bir şəbəkə kimi bir-birindən bilavasitə əlaqəyə girirlər. Və beynimiz də dedik nədən ibarətdir? Baş beyindən və onurğa beynindən. Gəlin görək baş beyin nədir? Uşaqlar, mən belə bir izah eləyəcəm. Bilirik ki, tərəvəzlərimiz, meyvələrimiz hərəsi bir insan orqanizminə oxşuyur. Bu qozdur. Qoz insan beyninə oxşuyur. Bu təsəvvür elə qutudur. Demək, baş beyindir. Baş beyin kəllə qutusunda yerləşir. Bax, bu beyindir. Bu başdır. Bu başın içərisində nə yerləşir? Beyin yerləşir, düzdür? Bu beyin nədə yerləşir? Bax, bu kəllə qutusunda. Bunu kəllə qutusu hesab edin. Düzdür Özcan? Bu təsəvvür elə kəllə qutusudur və bunun içərisində nə var? Beyin var. Beyin. Və deyir, o üzəri qırışlarla örtülmüş. Uşaqlar, görürsünüz, qırışları var. Bax, görürsünüz, uşaqlar, baxın. Demək, qırışlar, bax, görürsünüz, buradan baxın. Qırışlara baxın və buna baxın. Bir də sizə onu deyim ki, deyir, hansı beyində çox qırış varsa, həmin insan demək çox ağıllı, çox yaddaşlı insandır. İnsan oxuduqca, kamilləşdikcə beynində qırışlar artır. Yox, oxumadıqca, sinirləri zəiflədikcə o qırışlar dayazlaşmaya başlayır və itirilir. Və uşaqlar, baxın, bu dedik nədir? Kəllə qutusudur. Bu nədir bəs? İçindəki beyindir və üzəri nədən örtülüb? Qırışlarla örtülüb, boz rəngli orqandır. Baş beyin bədənin bütün hissələrindən gələn məlumatları qəbul edir. Demək, bu baş beyin. Bax, bu baş beyin. Bu kəllə qutusuydu. Düzdür, kəllə qutusunun içərisində baş beyin. Bu baş beyin neyini uşaqlar? Bədənin bütün hissələrindən, bütün orqanlarından, ayaq barmağımızın ucundan tutmuş, başımızın tükünə kimi nə var? Hamısı nəyə ötürülür oradakı məlumatlar? Bax, bu baş beynimizi ötürülür və orqanizm nə edə biləcəyinə o qərar verir. Fikir verirsinizmi? Bütün bizim orqanlarımızı nə idarə edir? Baş beynimiz. Kəllə qutusunda yerləşən, onun için deyir ki, baş beynimiz bütün bədənimizi idarə eləyir. O siqnallar oraya ötürülür və başlayır orada siqnalları qəbul edir və onları yerbəyer edir, tənzimləyir. Hansı ki, saxlamaq lazımdır, yaddaşımızda saxlayır. Kompüter vasitəsilə bizə lazım olan məlumatları biz saxlanı eləyirik. Hansı ki, keçmişdə qalıb, onu elə bir ki, bir arxiv papkası var. Ora yerləşdirir. Lazım olduqca, xatirələr yada saldıqca, xatırlandıqca o arxivimiz, o başlayır orada işə düşməyə müəyyən hissəsi.
Amma hansı ki lazımsızdır, artıq görür ki yer yoxdur, onlar görürsünüz biz unuduruq, yaddaşımızdan çıxardırıq ki beyin özünü təmizləyir. Demək baş beyin haqqımızda bu. Onurğa beyni nədir? Onurğa isə baxın uşaqlar, onurğalarımız. Bu başdan keçdik. Sinirdə, baş beyində də var. Onurğalarda baxaq nə var. Onurğa beyni baş beyindən başlayıb, həmin bu baş beyindən başlayıb, bədənin arxa nahiyəsi boyunca uzanır. Arxa nahiyəsi nə demək? Baxın, kürəklərimizdən. Görürsünüzmü? O nazik, uzun boru şəkilli orqandır. Nazikdir, uzun boru şəkilli orqandır. Onurğa beyni baş beyin və bədənin digər hissəsinin işini əlaqələndirir. Onurğa beynin funksiyası nədir? Vəzifəsi. Onurğa beyin var, bax bu onurğa beyni. Həmin bu baş beyin və bədənin digər hissələrinin işini əlaqələndirir. Nə edir onurğa beyin? Həmin boru şəkilli onurğa beyni, həmin bu baş beyin və bədənin digər hissələrinin işini əlaqələndirir. Bir-birinə məlumat ötürür. Və burada baxaq. 5 duyğudan istifadə edərək biz ətraf mühit haqqında daha çox informasiya əldə edə bilirik. Uşaqlar, biz nə edirik? 5 duyğudan istifadə edərək. Hansı duyğularda olar? Qoxu, dad, görmə, eşitmə. Bunlar bizim nəyimizdir? Duyğu orqanlarımızdır. Hansılar oldu? Qoxu. Qoxunu biz nə vasitəsilə alırıq? Burnumuz vasitəsilə. Dadı nə vasitəsilə alırıq? Dilimiz vasitəsilə. Görməni gözümüz vasitəsilə. Eşitməni qulağımız vasitəsilə. Bunlar neynirlər? Bunlar görürsünüz, hər biri baş beyinlə əlaqədardır. Bir də dəri var. Dəri toxunma vasitəsidir. Dəri də toxunaraq hiss edirik. Demək 5 duyğudan istifadə edərək biz ətraf mühit haqqında daha çox informasiya əldə edirik və o informasiyalar hara ötürülür? Baş beynimizə ötürülür və orada saxlanılır. Lazım olan saxlanılır, lazım olmayan da dediyim kimi arxivləşdirilir və ya çıxarılır. Orqanizmin normal fəaliyyətini təmin etmək üçün müxtəlif orqanlar sistemi birlikdə işləyir. Elə bir ki, təsəvvürə yığma komandadır. Hamısı birlikdə işləyirlər. Deyir ki, bilirsiniz, skelet və əzələ sistemlərinin birgə işi nəticəsində bədənimiz hərəkət edə bilir. Bədənimiz nətər hərəkət edir? Skelet və əzələ sistemlərinin birgə işi nəticəsində. Bədən özü bir skeletdən ibarətdir. Görürsünüz, insan öləndə çürür, onun skeleti qalır. Fikir verirsinizmi? Skelet insanın maketidir, maketi. Və skelet və əzələ sistemləri birgə işləyir, bədənimiz də onun vasitəsilə hərəkət edir. Bu sistemlərin birgə fəaliyyətini beynimiz idarə edir və onlar işlədikcə onu nə idarə edir? Beynimiz həmin bu kəllə qutusunun içərisində yerləşən beynimiz idarə edir. Baxın, balaca bir beyin, görün, bütün bədəni necə idarə edə bilir. Beyin isə orqanlar sisteminə nə edəcəkləri barədə ünvanlı əmrlər verir. Sən bu beyni və orqanların vasitəsilə nələr ötürürsə, sən nə danışsan, nə düşünsən, bax, onların hamısını idarə edən beyin də əmr verir orqanlara. Orqanlara əmr verir. İndi bura baxaq uşaqlar. Mənim görmə və qoxu orqanlarım baş beyinə məlumat göndərir ki, bu sendviç çox dadlıdır. Sendvicin üzünə baxan kimi biz bilirik. Bəzən baxıram, deyirəm ki, yox, mənim mədəm bulandırır, mənim ağız dadıma uyğun deyil. Deyirlər bir, bax, bəlkə xoşuma gələcək. Görünüşündən deyirsən, yox, bu mənim ağız dadıma uyğun deyil. Sən bunu hardan bilirsən? Hardan bilirsən? Görürəm, qoxunu alıram və o gördüyüm, o iyini aldığım, hiss etdiyim şeylər, o məlumatlar, o hisslər, gördüyüm o vizual olaraq, onlar neyinir? Baş beynimə məlumat ötürür. Və bu baş beynim də məni idarə eləyir ki, yox, bu sendviç çox dadlıdır. İyilirəm, baxıram, yox, bunun nəsə qəşəng dadı var. Dadmamışam, ağzıma alıb yeməmişəm. Sadəcə görürəm ki, nə gözəl görsənir bu. İçində dadlı şeylər var, görünür, bunun dadı qəşəngdir, iyi də mənə xoş gəlir. Və görməyimlə, qoxulamağımla nə edirəm? Baş beynimə bu sendvicin dadlı ola biləcəyi haqqında məlumat ötürürəm. Fikir ver. İndi isə burada nə edirəm? Baş beynim əl əzələlərimə göstəriş verir ki, sendvici götürüm və ağzıma tərəf aparım. Baş beynim mənə əmr verir. Sən əmr verir, öz can. Baş beynin sən siqnal ötürür. Birdən oturduğun yerdə yanında deyirsən, durun filan şey yiyeyim. Bu əmri sənə verir baş beyin. Baş beyin.
əl əzələlərimə, əlimin içərisində yerləşən bax bu əzələlərimə göstəriş verir, əmr verir ki, sendviçi get götür, ağzına tərəf apar. İndi fikir ver. İndi həzm sisteminin bu sendviçi daha sadə birləşmələrə parçalamaq başlayır. Həzm sistemim, yəni mədə altı vəzim, mədəm bu sendviçi daha sadə birləşmələrə parçalamağa başlayacaq. Beynim mənə əmr verdi, götürdüm, yedim. İndi digər işini hansı icra edir? Həzm sistemim. İcra eləyir, yenə onu beynim idarə edir. Amma həzm sistemim də orada öz işini görür. Çünki hər bir orqanlar qarşılıqlı əlaqədədir. Həzmim o ki, düzgün getməyəcək. Həmin o həzm sistemində orada yerləşən sinir nə olacaq? Tez baş beyinə məlumat göndərəcək ki, burada nəsə düzgün getmir. Həmin vaxt sən özünü narahat hiss edəcəksən. Baş beyin siqnallayacaq. Amma sənə bir söz deyim. Beyni yaxşı işləməyən insanlar siqnal yaxşı ötmür. Onlar ağrı hiss eləmir. Birdən görsən deyir filan kəs heç ağrı beləmirdi. Necə oldu birdən dünyasını dəyişdi? Demək onun siniri ölübmüş. Başa düşdün? Bir yerdə ağrı varsa, sinir varsa, demək o nədir? Sağlamdır. Düzdür mü Özcan? Sağlamdır, bəli. Və deyir düşün, müzakirə et, paylaş. Beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə aid başqa nümunə göstərə bilərsinizmi? Beyin tərəfimizdən digər məl üçün bu görür. Bu görməyə aid bir şeydir. Məsələn, dad bilmək. Mən bir yeməyi dadına baxıram. Dadına baxıram. Ağzıma aparan kimi dadına baxıram ki, bu duzludur, duzsuzdur, dadlıdır. Xoşuma gəlirsə, bu mənim xoşuma gəldiyini beyin yaddaşımda saxlayıb ki, bu mənim bəyəndiyim bir şeydir. Mən bunu yadında qalsın ha. Deyirik, yaxşı sözlər danışın, yaxşı fikirləşin. Beyin hamısını yadda saxlayır. Yadda saxlayır hamısını. Ona görə beynimizə yaxşı şeylər yerləşdirmək lazımdır. Və deyir ki, beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə, məsələn, yeməkdir, dadına baxıram, güldür, iyiləyirəm, deyirəm, nə gözəldir. Bunun gözəl olduğuna mən qərar vermirəm. Beynim qərar verir və mənə deyir ki, hə, bax, bu gözəldir. Başa düşürsən, beynim mənə deyir ki, get o gül qəşəng görsən, onu iyilə. Bütün o göstərişləri bədənə nə verir? Beyin verir. Deyir, biliklərin yoxlanılması. Sinir sisteminin nə kimi əhəmiyyəti vardır? Sinir sisteminin ümumiyyətcə digər orqanları dediyim kimi fəaliyyətdə olması diridir. Təsəvvür et, siniri varsa diridir. Siniri yoxdursa ölür. Başa düşürsən, bir orqanı nəhv eləmək istəyirsənsə onun sinirini öldürürsən. Dişimizin siniri varsa həmin dişimiz demək aktivdir, yaşayır. Dişimiz ağrıyan kimi gedib onun nervisini, sinirini çıxartdıqsa o dişimizi öldürdük. O düzdür, onunla yemək yeyib çiğnəyə biləcək, amma yəni o ölü dişdir. Başa düşürsən, ölü dişdir, o hər an qırıla bilər. Yəni o sadəcə olaraq siniri yoxdur da, yəni ölüdür. Baş beyin deyir harada yerləşir? Baş beyin dedikdə kəllə qutusunda yerləşir. Bax belə bir kəllə qutusudur. Onun içində də beynimiz yerləşir. Necə düşünürsünüz? Ətraf mühit haqqında informasiyalar hansı orqanlar vasitəsilə demək əldə edilir? Baxın görürsünüz. Ətraf aləm haqqında ümumiyyətcə bütün informasiyalar, hər bir şey bizə sinir sistemi vasitəsilə olur və bu sistem müxtəlif orqanlar və orqanlar sisteminin birgə fəaliyyətini tənzimləyir ki, həmin o sinir sisteminin fəaliyyəti nəticəsində, orqanların birgə işləməsi nəticəsində biz nəinki ətraf aləmindən, yəni qarşılıqlı olaraq bütün orqanizm vasitəsilə bir-birimizə məlumatlar, elə bil bir-birinə məlumatlar ötürülür. Yəni bildik ki, həmin bu beynimizdə yerləşən, başımızda kəllə qutusunda yerləşən beynimiz bütün bədənimizdə əlaqə saxlayır. Necə əlaqə saxlayır? Digər orqanlarımızda sinirdir, bir-birinə şəbəkə ötürür. Təsəvvür eləyin, mən telefonun Wi-Fi-ni açıram və sən mənim Wi-Fi-ma daxil olursan, düzdür, mənim Wi-Fi-ma daxil olaraq başlayırsan hər şeydən məlumat bilməyə. Elə bir ki, bu kəllə qutusunda yerləşən beyin də sinirlərdən ibarətdir və orqanlardakı sinirlər, elə bir təsə bunun Wi-Fi-yə açıqdır. Qoşulur həmin o Wi-Fi-yə, hər bir orqanizmlərimizin siniri qoşulur bu sinirə, başlayırlar bir-birinə məlumat ötürməyə. Bu, buna informasiya aparır. Beyin artıq o informasiyaları yavaş-yavaş səhə çatdırır. Mən indi deyirəm ki, durum gedim biraz, mən nə lazımdır? Məsəl üçün, aclığımı necə hiss edirəm? Durum gedim görüm nə yeyə bilirəm? Bunu mənə əmr eləyir. Beynim siqnal ötürür ki, sən açsan get yemək ye. Bəzən də yemək acam, amma yemək istəmirəm. Beynim mənə deyir ki, yemək yemə.
sənə hal-hazırda orqanizminə yemək yemək lazım deyil. Yesən, hansısa orqanizmdə narahatçılıq var. Mən onu görmürəm axı, amma beynim bilir. Beynim mənə deyir ki, baxmayaraq yemək yeməmişəm, amma özümü tox hiss edirəm. Beynim də mənə siqnal ötürmür ki, get ye, aclıq hiss eləmirəm. Çünki beynim bilir ki, sənin bədəninə bu dəqiqə, bu an yemək yemək lazım deyil. Nə vaxt lazım olacaq, beynin sənə deyəcək ki, get, acsan yemək ye. Bu əmrləri bizə ötürən bizim beynimizdir. Çalışaq sinirlərimizi təmiz saxlayaq. Bunun üçün sinirlərimizi həddindən artıq yükləmək lazım deyil və telefonlar, televizorlar həddən artıq çox baxıldıqda həmin o şüalar insan hüceyrələrini öldürür və beynimizə siqnalı ləngidir. Bu qədər uşaqlar, çalışdım ki, dərsi xırdalığı ilə sizə izah edeyim. Siz də kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.